dini ideologiyası. İdeoloji məsələ ən həssas məsələlərdən biridir. Biz verilişin əvvəlində biz toxunduq ona biraz. O dediyim kimi ki, Babəkin inkar edən ki, o tarixçilər var. O cümlədən həm qatı dindar tarixçilər, həm də ki, qatı millətçi tarixçilər var. Onlar dönə-dönə həmişə söyləyirlər ki, bunu Sovet hökuməti bizə sıradı. Babəki sıradı bizə və bunu bizə göstərdi böyük tarix kimi. Üzr istəyirəm, əgər tutalım ki, Sovet hökuməti Babəkin məsələsini qaldırmasaydı və bunlar tarixi araşdırıblar, Babək çıxıb və Babək haqqında yazıblar. Bütün dünya tarixində bu yazılıb. Nə indi Azərbaycan onu inkar mı edəcəkdir? Bu Azərbaycan ərazisində baş verən üsyandır, bəzi Azərbaycan ərazisində, Talış bölgəsində olub. Bütün dünya bunu qəbul edir ki, bu üsyan baş verdi, xilafətin əsaslarını silkələdi və məhz bu üsyan xilafətin dağılmasını, parçalanmasını tezləşdirdi. Bütün dünyada tarixçilər, şərqşünaslar bunu qeyd edirlər. Azərbaycan bunu gərək inkar edərdimi? Nədir ki, Babəkin etnik mənsubiyyəti türk deyil, yaxud da o dindarlara gələndə Babəkin ideologiyası tam olaraq İslami ideologiyaya uyğun deyil. Tutalım ki, mən sizə əminliklə deyim ki, qatı millətçilərdən Fazil Mustafa ki, Babəki inkar etməyə, alçatmağa, Azərbaycan tarixindən silməyə cəhdidir və onun simasında o cür qatı millətçilərə mən bildirmək istəyirəm ki, əgər Babək Qacar ya Afşar tayfasından olsaydı, həmin Fazil Mustafa Babəkin ümumi türk dünyasının böyük bir qəhrəmanı kimi təqdim etməyə bəlkə də çıxış edərdi və bunu istədi. Amma bilir ki, türk tayfalarına heç bir aidiyyəti yoxdur. Ona görə tarixdən mümkün qədər, əgər silə bilməsə də mümkün qədər aşağılamaq istəyir və qəhrəman kimi göstərmək istəmir. Deməli, ideoloji müstəvi. Bilirsiniz, bizim babalar 2000 ilə yaxın Zərdüştü dinində olublar. Bəziləri elə bilirlər ki, 7-ci əsrdə İslam dini gələn kimi hamı avtomatik keçid oldu İslam. Xeyr. Bəzi, belə deyim, dolayısı mənbələrə görə Talış dağlarında Zərdüştü... Hatta 15-16-cı əsrə qədər Zərdüştülük olub. Mənim fikrimcə bəzi elementlər və qalıqlar hətta 19-cu əsrin əvvəlinə kimi olub. Hətta 19-cu əsrin əvvəlinə kimi olub mənim fikrimcə. Amma açıq aydın mənbələrdə göstərilir. 14-cü əsrə qədər göstərilir. 14-cü əsrə qədər bu göstərilir. Ondan qabaqçı dövrdə xüsusən göstərilir. Yəni, İslamlaşma tədricən gedirdi. Vilayət birinci mərkəzlərdə, şəhərlərdə, sonra qəsəbələrə keçirdi, sonra kəndlərə, sonra ucqarlara, meşəliklərə. Çünki müxtəlif tayfalar var edilər. Bir çox tayfalar qapalı yaşayırlar və bu da normal prosesidir. Və təbii ki, burada bir məsələ var ki, Xürrəmi hərəkatı ilk növbədə milli azadlıq hərəkatı idi. Siz əgər istənilən bir şərqşünasdan, İslamşünasdan əgər o obyektivdirsə, ilk növbədə qərbdə olan bu cür alimlərdən sorursanız, onlar sizə dərhal təsdiq edərlər ki, Ərəb xilafətində, Ərəb hakimiyyətdə olan ərəblərin hakimiyyəti yerlərdə, hansı yerləri ki, onlar zəbt etmişdilər, işğal etmişdilər, həmin yerlərdə hakimiyyətləri güclənə, zülmləri də artırır. Məsələn, belə deyək, ərəblər tarixi Azərbaycana gələndə ki, paytaxt Ərdəbil idi, deməli, zəbt edirlər bu ərazini, Azərbaycan valisi ilə müqavilə bağlayırlar, oradan hücum edirlər Muğan ölkəsinə. Azərbaycan ölkəsi başqa idi, Muğan ölkəsi başqa idi. Orada bir xəritədə olmalı idi, zəhmət olmasa onu da göstərin. Özü həmin xəritə çox maraqlıdır ki, çox uzağa da heç getmədim. İndi bilmirəm, qalıb ya qalmayıb. Orta məktəblər üçün Azərbaycan tarix kitabından götürmüşəm onu. Baxın, Muğan hakimliyi əslində Sasanilər dövründən qalmış bölgələr var idi. Azərbaycan bir ölkəsi var idi və Muğan ölkəsi var idi. Muğan ölkəsinin sərhədləri sonraki Talış xanlığı, yaxud da Talış vilayətinin sərhədləri ilə demək olar ki, eyniyyət təşkil edirdi. Və indi çox maraqlı bir detala toxundunuz. Bayaq, indi mən qayıdım biraz haşiyəyə. Bəzlə bağlı ki, deyirlər ki, əgər biz deyiriksə, o Talış ərazisində olub bəz, amma o vaxtı Talış ərazisinin adı Muğan olub, o cümlədən bağlar, deməli, bəz qalası harada olmalıydı? Muğanda olmalıydı.
Muğan ölkə ərazisində olmalı idi. Və mənbələr qeyd edirlər. Misal üçün, Yaqut Əl-Həməvidə var ki, 13-cü əsrin mənbəsidir ki, Əbrəşdavin dağı Bəzzeyindədir, Babəkin Bəz qələsinin yaxınlığındadır. Muğandadır ki, Azərbaycana daxildir. Yəni, Muğan vilayətini Azərbaycan ölkəsinə tabi eləyiblər. Əbrəşdavin dağı Bəzzeyindədir. Və bir sıra belə mənbələr var ki, göstərirlər ki, Bəz Muğan ərazisində olub. Muğan deyəndə indiki Muğan çölü nəzərdə tutulmur. Muğan ölkəsi nəzərdə tutulur ki, Talış bölgəsi, Şimal Talış bölgəsi. Yəni, Cənub İran Talışını mən demirəm. Həmin Muğan dövlətinin ərazisi təşkil edirdi. İdeoloji məsələdə zərdüştülükdən tədricən İslama keçid vardı və bu keçid çox uzun sürdü. Və bu keçid əsnasında sufiliyin də böyük rolu oldu. Zərdüştülər bir dəfəli ortodoks bir təriqətlərə heç vaxt keçirməzdilər. Çox nadir hallarda keçirdilər. Deməli, və Xürrəmlik hərəkatının kökündə ilk növbədə zərdüştülüyün müxtəlif dini, inanclı bazisi durur. Amma xeyli sayda da İslami elementlər var. Bu səbəbə görə indinin özündə də Azərbaycanda olan tədqiqatçılar arasında mübahisələr indiyənə qədər gedir. Bəziləri deyirlər ki, Babəkin ümumiyyətlə Xürrəmi hərəkatı zərdüştü hərəkatı idi. Bəziləri deyirlər ki, xeyl bu İslami hərəkatı idi və qıraq şiə hərəkatı olaraq, çünki şiə hərəkatı çox geniş idi. Orada bəzən elə bir dini cərəyanlar vardı ki, dəqiq bir sədd çəkmək ki, bu İslama aiddir, ya zərdüştülüyə aiddir, çox çətin olur. Xürrəmi hərəkatı bu sərhəddə gedir. Amma deyim ki, çoxlu zərdüştülüyə də aid edirlər olur. Amma bir hissəsi yenə də qeyd edir ki, burada İslami elementlər var. Bəz şəhərində var mənbələrdə məscidlərin olması, Quran oxunması, azan oxunması barədə də məlumatlar var, çox maraqlıdır burada. Bax belə, yaxud da ola bilər ki, Babək hərəkatında yerli müsəlmanlarla Xürrəmilər vahid cəbhədə çıxış edirdilər. Və ümumiyyətlə, indi bu məsələni biraz onun çərçivəsindən çıxım. Tutalım ki, lab zərdüştü olublar. Tutalım ki. Özü istəyirəm, dünyanın ən gözəl bir ideologiyasını əlində bayraq edib, kimlərsə sənin evinə, vətəninə gəlib, sənin şərəf, ləyaqətinə və namusuna, qeyrətinə toxunacaqsa, sən onun o gözəl, o pərdə etdiyi həmin o ideologiyanı baxacaqsan. Təbii ki, misal üçün sizə bir misal deyim. Orta Asiya ərazisində, Buxara, Səmərqənd ərazilərində cəmaatı zor gücü ilə, cəmaat zərdüştü idi, zor gücü ilə İslamlaşdırmaq istəyirdilər. Cəmaat hər dəfə qayıdırdı. Yəni, təbliğat vasitəsilə yox, zor gücünə, qılınc gücünə İslamlaşdırmaq istəyirdilər. Bir dəfə, iki dəfə, üç dəfə gördülər mümkün deyil, sonra da hansı yola əl atdılar. Hər bir zərdüştünün evinə bir ərəb döyüşçüsünü yerləşdirdilər. Təsəvvür elə o vaxt ki, ev nə deməkdir? 1, 2, 3 otaqdan ibarətdir. Arvadı, gəlini, qızı həmin yerdədir. 20-25 yaşlı bir ərəb gəncini yerləşdirir ora. Bu nə deməkdir? Bunun fəsadları, yəni mən onun dərinliyinə gelmirəm. Bu, yəni namusa, qeyrətə toxunmaq deməkdir. Bax, bu cür o dediyim kimi, yerlərdə, işğal etdiyi ərazilərdə ərəblərin hakimiyyəti arta-arta və bu da artırdı. Onların zülmü də artırdı. Və məsələn, Babəkin adı Həsən olub. Onun qardaşlarının adı biri Abdullah idi, biri Muaviyyə idi. Hansılar ki, edam edildilər. Yəni, bunlar İslam adlarıdırlar. Söhbət nədən gedir? Zülmün dərəcəsi hansı səviyyəyə çatmalı idi ki, İslamlaşmaqda olan və qismən İslamlaşan yerli cəmaat bu zülmdən bezsin, üsyan qaldırsın. Və köhnə ideologiya əsaslanaraq yeni bir ideologiya ortalığa qoysun və milli azadlıq mücadiləsinə yol açsın. Söhbət bundan gedir. Təkrar edirəm, burada namus, qeyrət və şərəf söhbəti var. Ona görə xüsusən o dindar qövm ki var, çıxırlar Babək haqqında müxtəlif mənbələrə əsasən deyirlər. Həmin mənbələr hamısı ərəb mənbələridir. Təbii ki, ərəb mənbələri Babək haqqında müsbət bir şey yaza bilməzdi.
yarım milyon ərəb döyüşçüsünü və onlardan asılı olan döyüşçünü məhv edən bir şəxs barədə nə deyə bilərdilər ki, onlar başqa bir şey? Yarım milyon. O zamana görə yarım milyon dəhşətli bir rəqəmdir. Böyük bir rəqəmdir. 6 ərəb qoşununun ordusunu yəni ki, darmadağın etmişdir. Belə bir şeylər vardı. Məsələn, burada həmin o böhtanlarla bağlı bir şey də deyim. Güya Babəkin atası ərəb olub və nəbati olub. Sadəcə ərəb yox, nəbati olub. Nəbatilər haqqında araşdırdım. Sən demə, ərəblərin içində əslində Səudiyyə Ərəbistan yarımadasının ərəbləri nəbatiləri ərəb saymırdılar. Çünki bu nəbatilər, belə deyək, Yəhudilərin bəzi xasiyyətlərini götürmüşdülər. Amma onların içində ən mədəni də onlar idilər. Əkinçiliklə də məşğul olurdular. Onların nəbatilərdən qətiyyən xoşları gəlmirdi. Çoxlu sayda nəbati ərəblərini aşağılayıcı, müsəlmanlar içində ən pis bir hissəsi olduğunu, sadəcə bir hədisi deyəcəm, çoxdur, yüzlərlə bəlkə var. Güya belə bir hədis var ki, şeytan deməli etirazlanır donuza baxanda, donuza deməli hücum edir, sonradan gəlir, soruşur ki, mənlə donuzdan olan törəmələr varmı? Ona deyirlər ki, nəbatilər. Yəni, görün, nə cür hədislər uydururdular nəbatilər barədə. Hər bir ərəb nəbatilər barədə çox pis fikirdə idi. Və Babəkin nə qədər pis olduğunu Səhra ərəbinə aydınlaşdırmaq üçün ona bir pis nümunə göstərməlidirlər. Göstərirdilər də, bax, nəbatilər kimi bunlar bir insandır. Bax, belə bir şey var. Əslində, bax, bu cür, yəni, nəyə görə həmin bu məsələni onun atası barədə və nəbatilər barədə mən dedim, müxtəlif cürə uydurmalar olurdu. Aşağılayıcı nə varsa yazırdılar bu barədə. Həmişə olub. Burada bir haşiyə çıxım. Əslində, burada ərəb millətçiliyi məsələsi var. O nəbati məsələsində. Nəbatilər arami dilində danışırdılar. Təmiz ərəb deyildilər. Burada ərəb millətçiliyi həmişə olub. İslamın əvvəlki illərindən də var idi. Əslində bu gün də var. Bu gün də var və məsələn, ərəblər deyləmək ki, hücum edəndə heç vaxt deyləmək tutanmədilər. Tuta bilmədiyindən özlərini ən yaxşı döyüşçü sayırdılar. Ətraf bütün imperiyanın xalqlarına izah etmək üçün ki, necə oldu biz tuta bilmədik buranı. Bir əfsanə uydurdular ki, güya deyləmirlər, Yəməndən çıxıb ora getmiş, oturmuş ərəblərdirlər. Yəni bizimkilərdirlər, onlar bizi məğlub etsə belə, bizim üçün çox böyük, belə deyək, məğlubiyyətini sığortalayırdılar bu cürlə. Yəni bu cür uydurmalar var idi, uydururdular. Babək barədə də aşağılayıcı ən qədər uydurma sözlər var. Bu barədə onu da deyim ki, Ziya Bunyadır deyir. Həmin bu mənbələrə baxanda deyir ki, ərəblərin dünyanın ən qüvvətli imperiyanın 6 qoşununu məğlub edən Xürrəmlər haqqında demək ki, onlar eyş-işrətlə məşğul edilər daimi. Halbuki gərək qoşun çox intizamlı bir qoşun olsun ki, dünyanın ən qüvvətli imperiyasının 20 il müddətində, hətta 20 il yox, 30 ilə yaxın müddətdə məğlub edə bilsin. Bu çox intizamlı bir qoşun olub. Bax, bu cür, yəni, dini inanc barədə də, yəni, bax, bu cür demək istəyirəm. Orada bəzi suallar da var, amma ümumi dediyim odur ki, fərq etməz əslində. O dini inanc əsasən Zərdüştlüyə yaxındır, ya İslama yaxındır. Əsas odur ki, bu mücadilə milli azadlıq mücadiləsi idi və bunda heç bir şübhə ola bilməz.